Salam aleyküm dostlar, necəsiniz? Sizə bir şey haqqında danışmaq istəyirəm. Deməli, bu gördüyünüz kitab var, Böyük Düşüncələrin Sehri. Əslində, mən o düşüncə sahibiyəm ki, heç bir sehir, heç bir belə deyək, sehirli deyəcək, liksir deyə, belə bir şeylər mövcud deyil. Hər şey Allahın əlindədir. Və bizi yaradan Allah'a, hər şeyi idarə edən Allah olduğunu bilərək və bizə də İslamdan ən mükəmməl, kamil din olaraq bizə göndərdiyinə görə düşünürəm ki, hər şeyin həlli də başa salınması İslam dinində bizə öyrədilir. Bu din ki, bizə bütün münasibətləri, bütün insanın rəftarını, davranışını, Allaha ibadəti, ailəyə münasibəti, ata-anaya münasibəti, hər şey öyrətdiyi kimi, hər şeyi öyrət. İş biznes sahəmizdə də bizə hər şey öyrətmişdir. Və bilin ki, Allahın izni olmadan bir yarpaq dənəsi belə yerə düşmür. Bu kitabda bir dənə, mən arada indi sizlərə istəyirəm ki, belə deyim ki, kitabların bəzi statları gətirəm və o statların hər birini mənim İslamda tapdığımı bir fikir olaraq bildirəm sizlərə. Sizin bu kitabda, Böyük Düşüncələrin Sehri kitabında maraqlı məqalələr, maraqlı hissələr var. Məsəl üçün, burada bir məqamda qeyd edir ki, 21-ci səhifədə şübhələri düşünün, uğursuzluğa düçar olun. Qələbələr barədə düşünün, uğur əldə edin. Dostlar, burada bir nətərdir məsələ. İnsan pisdir, deyir, həmişə negativ düşünürsən, pis düşündükdə sənə başına həmişə o pislər gəlir. Nə qədər pozitiv olanda pozitiv şeylər baş verir. Bu misalı belədir ki, dinimiz bunu belədir ki, sənin Rəbbin haqqında hüsn zənnin nədirsə, sənin başına gələnlər də odur. Əgər sən bir iş dalınca gedirsənsə, bir işin arxasında getmisənsə, o işə başlamaq istəyirsənsə, əgər sən Rəbbin haqqında, yəni sənin yaradan haqqında, sənin bütün işləri idarə edəni bildiyin halda, fikirlərsən ki, bu sənin üçün, onun üçün asandır, sən o ol desə sənin üçün bu müvəffəq olacaq, o zaman sənin bu işlərin onda alınır. Əgər sən düşünürsən ki, bu işdə çətindir, yox, mən bacarmaram, sən bu düşüncədə olda, sən Allahın sənə bunu etməyinə, bunun hadisənin baş verməsinə şübhə yaranır, səndə şübhə var. Şübhə varsa, bu da olması labüd deyil. Sən Rəbbinin gücü haqqında şübhəli olmamalısın. Şübhəli olursansa, yəni Allah Subhanahu deyir, quluna baxır, deyir ki, qulum mənim haqqında şübhə edir ki, mən bunu edə bilmərəm. Yəni, bu halda düşündüyü halda o baş vermir onun üçün. Amma o Rəbbi haqqında hüsn zəndə, gözəl zəndə olarsa, Allah üçün çətin heç də yoxdur, düşüncəsi ilə bir işə addım atanda və tam təslim olaraq Rəbbindən gözlədikdə, o zaman onun nəticəsi də gözəl olur. Bir də o günləri bir dostumuz belə bir söz ifadə etdi. Uşaq aciz olan zaman onun ruzisi necə rahatlıqla gəlir. Yəni, ana bətnindən azad olmuş uşağın ruzisi necə gəlir? Yəni, valideynlər ona göndərir, gətirir, süd verir, hər bir şey o təmin olunur da onu. Onu Allah Subhanahu onu yetizdirir də, yetizdirir. Başa düşürsünüz? Bir səfər sən düşün ki, bu çətinliyi böyüdükcə özünü güclü hesab edir. Mən bacararam, mən dağca gedərəm, yaşa dolduqca gənclik, yeniyetmə. Bunları yaşa çaldıqca deyir ki, mən hansı bir gücə sahib olduğunu düşündüyündə təslimiyyətini itirir. Amma həmən vaxt, acizi vaxtı Allah tam təslim idi. Həmən təslimiyyətdə ona düşünmədən ona gəlirdi. Rüzs gəlir. Sən də bütün müvəffəqiyyəti təslim olaraq Allahdan gözləməlisən. Amma gözəl zənnlə, hüsn zənnlə eləməlisən bunu. Dostlar, Rəbbiniz haqqında hüsn zəndə olun, gözəl zəndə olun. Allahın üçün heç çətin deyil. O, ol desə, o da olar. Unutmayın, həmişə dediyim kimi, Allah gecikdirməz, sadəcə vaxtını gözlər.